Gündəlik stresi necə çıxardırsınız? Bəli, bizim işimiz stresli işdir. Hər gün bu streslə biz yaşayırıq. İstər gələn insanlarla kontaktda, danışığında və s. Xüsusilə əməliyyat vaxtı, xəstələr əməliyyatdan sonra stres yaşayırıq və həkimlərin işləmək hüququ olduğu kimi istirahət etmək hüququ da var. Və çalışmaq lazımdır ki, istirahət edib normal səhər işə gələ bilsin. Bütün mənada bədən rahatlanmalıdır, əsəb sistemi gərginlikdən çıxmalıdır, stres götürülməlidir. Ona görə hər kəs bunu bir formada keçir. Kimisi bunu idman zallarında eləyirlər, sport, belə deyək, müxtəbi və ya digər hərəkət. Kimisi bunu baseyndə, kimisi gəzməkdə, hərə bir şəkildə, kimisi yeyib içməkdə, hərə bir şəkildə bu gərginliyi atır. Mən daha çox gəzməyə üstünlük verirəm və bununla da özümü hesab edirəm. Gəzdikdə həm stresdən müəyyən qədər çıxıram, həm də bəzi şeyləri özümdən uzaqlaşdıra bilirəm. Təşəkkür ederim.